Salam əziz dostlar, bu gün istəyirəm zərəyin necə hazırlanması, qovrulması və onun da necə quymaq bişirdiyimizi sizlərlə paylaşam. Zərək küncüt ailəsindən olan yağlı toxumlardandır ki, Azərbaycanda və ən çox Qəradağ mahalında əkinçilər tərəfindən əkilib biçilir. Zərəyi xam olaraq neçə illər boyu saxlamaq olar, amma qovrulduqdan sonra tez yemağız gərəkir ki, qalsa dadı xar, acı yer. Zərəyi heç yumayın ki, su dəysə, reyhan toxumu kimi şirələnib şişər. Yediğiniz qədərini qovurun və öğütün. Xam bir zərəyi əzdıqda heç qırılmaz və əzilər. Ocağın atəşini az eləyib təmizlədiyimiz zərəkləri qovurmağa başlayırıq. 4 dəqiqədən artıq qovurmayın ki, tez yanar. Zərək qovrulduqdan sonra xam zərəyi ilə rənginin çox fərqi olur. 4 dəqiqənin sonunda qovurduğumuz zərəklərdən birini alıb 2 dırnaq arasında sıxıb takkıltı ilə sınsa yanı qovrulmuşdur. Zərək çox yağlı bir toxum olduğu üçün yanma ehtimali çox tezdir. Ona görə 4 dəqiqədən çox qovurmayın. Sonra bərqi dərmanı töküb və un kimi əzin. Hazırlanan zərəyi balla da qatıb çörək ilə yeyə bilərsiniz və ya girdəkan əvəzi pənirin üzərinə töküb yenə çörək ilə yeyə bilərsiniz. Və ya mənim kimi quymağını bişirin. 1 qaşıq yarım zərəyə, 1 qaşıq yarım un, 1 çimdik duz, sevdiyiniz qədər sarı yağ və zəfəran qarışdıra-qarışdıra bişirin. Bunu duzlu da yeyə bilərsiniz, şirin də yeyə bilərsiniz. İstəyə bağlı. Quymaq qəvamına gəldikdən sonra qapağını qoyun, yağa düşənə qədər az atəşdə yavaş-yavaş pişsin və bal ilə serv edin. Pişirən, yeyən hər kəsə nuş olsun. Ləzzətli reseptləri ana dilimizdə axtaranlar peycimə bir baş vursun. Sağ olun, məndən yol bir oldunuz. Təşəkkürlər.